Ay bal üzüm gözüm nətərdir. Mən Eşək. onlarım görəcək. Kilosu 50 manat. Xaricdə biraz da bahadır. Xaricdə gəl bunu çıxdan buradan alıb aparırlar. Yeməli bir meyvədir. Düzdür. Bax bunu belə soyursan qəşəngcə. Bir kiloqramı neçədir bu meyvə? Kilosu 50 manatdır bunun. Amma çox dadlı da meyvədir. Bunu səhər-səhəri ac qarnına yeyirsən. Hardan gəlir bu? Astara Lankirandan gəlir bu dəqiqə bu. Ən çox bu sentyabr ayında olur. Payız vaxtı çox olur, qırmızılaşır. İndi Qutavs kimi çiçəklənib, göylər var. Buyurun, dadına baxa bilərsiniz. Görün, Azərbaycan mahsulu necə dərmansız, təbii bir şeydir. Şirəsi də çoxdur. Yeməli bir meyvədir. Düzdür. Turşu və şəkər ona gedim, şəkər xəzən. Ye, dadı başqa cür olur. Amma çox dadlıdır. Ye, dadı ayrı şeydir. Yəni, səhər hər şəkər olanı 3 dənə yer, səhər, gündüz, axşam 3 dənə normal saxlayır da, daha iynəyə, dərmana ehtiyacı olmur. Demək olar ki, yay meyvələrinin hamısı artıq piştaxtaları bəzəməyə başlayıb. Gördüyünüz bu meyvələr arasında ən bahalısı isə Yapon əzgilidir. Kiloqramı 20 manata satılır. Moruğun qiyməti neçədir? Paçkası 6 manat. Şəmkirdən gəlir, istixanalardan gəlir. Ərik Goronboy əriyidir, kilosu 10-12 manat civarındadır. Şaftalı, bu şaftalı bizim deyil, Türkiyənindir. Bunun kilosu 15 manatdır. Bu amma bizim şaftalıdır, Şəmkirdən gəlir. Kilosu 10 manat. Yemiş yerli yemişdir, Sabirabad yemişidir. Kiloqramı 12 manat. Qarpızın? Qarpız İranın qarpızıdır, 3 manat, 3 manat 50 qəpik. Burada məsəl ki, bu yarpaq çox bahadır. 18 manata almışam. Yox, o kimdir? 10 manat ən bahalı yarpaqdır. 5 manata budur. 10 manat olan hansı yarpaqdır bəs? 10 manata? 10 manat dediyimiz Bakı yarpağı. Xülasə, gilasın kiloqramı 6-18 manat, çiyələk 8-9 manat, alça 15 manat, yastı şaftalı 17 manat, tutun kiloqramı isə 10 manata təklif edilir. Kameramızın obyektivindən qaçan satıcılar isə dedilər ki, özbək pomidorunun qiyməti son 10 gündə 25 manatdan 12 manata düşüb.